2 günə üz dərisini təmizləyən detoks suları. Belə bir şey varmı? Bax, bu barədə sizə məlumat vermək istəyirdim. Detoks içkilərindən yazırlar ki, bunun dərinin parlaqlaşmasında bir faydası var, yoxsa yoxdur. Baxın, orqanizm elə bir qurulub ki, ideal qurulub. Qaraciyər, böyrəklər, sonra dərinin özü, bağırsaqlar orqanizmi tam təmizləyir. O şərtlə təmizləyir ki, qidamıza, həyat şəraitimizə fikir verək. Məsələn, fast food qidalar olsun, alkoqol içkilər olsun. Bunu çox qəbul ediriksə, orqanizmi zədələyiriksə, başqa heç bir şey təmizləyə bilməyəcək bədəni. Amma detoks içkilərdən çox da böyük möcüzə gözləməyin. Məsələn, bir xiyar dilimi atılıb bir suya, bir limon dilimi atılıbsa, bundan çox bir 3 günə dəriniz başqa cür olacaq. Belə bir möcüzə gözləməyin. Burada nə dolayısı ola bilər? Su içmək. Məsələn, hər kəsə deyirik su için, amma su içmək istəmir. Amma detoks adı ilə o suyu qəbul edir, ona görə dərisi parlaq ola bilər. Nə məsləhət görürəm, qidanıza fikir verin, həyat şəraitinə, yuxunuza diqqət edin. Bu sizi daha çox orqanizmi təmizləyir, nəinki detoks içkilər. Həmişə gözəl olasınız. Sağ olun.